Usikum və nəfsi bitəqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi, Allahdan qorxmağı tövsiyə edirəm. Xanım Fatimə Zəhranı düz tanımaq üçün yaxşıdır ki, biz Xanım Fatimə Zəhranı Həzrəti Əli əleyhissalamla müqayisə eləyək. Yəni, Fatimə və Əli iki bədəndə olan bir ruh kimidirlər. Onların əməllərində fərq yalnız birinin qadın, birinin kişi olmasından qaynaqlanan fərqlərdir. Amma ruhi, mənəvi baxımdan eyni ruhdular hər ikisi. Allah kamil insan nümunələrini bu ailədə qərar verib. Birini qadın şəklində, birini kişi şəklində. Kamil insan nümunəsi qadın vücudunda Xanım Fatimə Zəhradır, kişi şəklində isə Həzrəti Əli əleyhissalamdır. Xanım Zəhra Əli əleyhissalamın güzgüsüdür, Həzrəti Əli Xanım Fatimə Zəhranın. Onların hər ikisi Peyğəmbər qucağında tərbiyə olunublar. Həm fiziki baxımdan, yəni cismani baxımdan Peyğəmbər onları böyüdüb, gözlərini Peyğəmbərin evində açıblar, Peyğəmbərdən tərbiyə alıblar. Həm də mənəvi baxımdan Peyğəmbər məktəbinin iki ən əsas, ən parlaq tələbələri və şagirdləridirlər. Xanım Fatimə Zəhra mənəvi baxımdan bir məqama çatıb ki, hədisdə var, Allahın müqərrəb mələkləri Xanım Fatimə Zəhraya xidmət eləyirdi. Hətta Cəbrail əleyhissalam ki, Allahın ən üstün mələklərindən biridir və bütün peyğəmbərlərə vəhy gətirmişdi. İslam peyğəmbəri də daxil olmaqla. O vəhyi, Allahın sözünü peyğəmbərlərə çatdıran bir mələk idi. Həzrəti Cəbrail peyğəmbər vəfat eləyəndən sonra Xanım Zəhra vəfat eləyənə qədər bu evə gəlib gedirdi və Xanım Zəhranın xidmətində idi. Xanım Fatimə Zəhra ilə danışırdı. Bəziləri deyir, axı insan peyğəmbər olmaya, mələk onunla necə danışa bilər? Quran buyurur, mələklər Həzrət Məryəmlə danışırdı. Allah Məryəmə ilham eləyirdi. Hərçənd ki, Həzrət Məryəm peyğəmbər deyildi. Xanım Fatimə Zəhra da mələklərlə danışırdı və Xanım Zəhraya mələklər ilahi həqiqətləri ilham eləyirdilər. Biz Həzrət Zəhranı az tanımışıq. Bizim bildiyimiz budur ki, o peyğəmbər qızıdır, Əlinin xanımıdır, İmam Həsənlə İmam Hüseynin anasıdır. Biz bilirik ki, onu incidiblər, qapı divar arasında qalıb, ağlayıb, narahat olub, qiyamətdə də bizə şəfaət eləyəcək. Biz bunları bilirik. Amma Xanım Fatimə Zəhranın şəxsiyyətinin böyüklüyünü və əzəmətini tanımırıq, bilmirik ki, Həzrət Zəhra nə dərəcədə böyük bir şəxsiyyətdir. Onun ömrü çox qısa idi, 20 ilə yaxın yaşayıb Həzrət Fatimə. Və bu müddətdə səbəb olub ki, tam tanınmayıb onun şəxsiyyəti. Amma bəzi şəxsiyyətlər var, ömürləri qısa da olsa, onların ömürlərində minlərlə dərslər var bizlər üçün. Xanım Fatimə Zəhra o şəxsiyyətlərdəndir. Ki, onun həyatının hər dəqiqəsi, hər anı bizlər üçün böyük bir dərsdir. Bəzi rəvayətlərə görə Xanım Zəhra 18 yaşında şəhid olub, dünyadan köçüb. Ondan bizə az söz qalıb. Onun hədislərinin hamısını toplasaq, bir neçə səhifədən çox eləməz. Həzrət Zəhranın sözləri, kəlamları. Amma hər sözü, hər cümləsi təfsir olunsa, dəryalar qədər mənalar var. Və bugün artıq mütəfəkkirlər, alimlər onun dediyi sözləri təfsir eləməyə başlayıblar. Elm və mənəviyyat sahəsində, fəlsəfə sahəsində, hüquq sahəsində onun dediyi sözlər indi aşkar olur, indi tanınır və alimlər onun sözlərini təfsir edirlər. Amma biz indiyə qədər lazımış səviyyədə onun şəxsiyyətindən faydalana bilməmişik. Əgər başqalarında Xanım Zəhranın şəxsiyyəti kimi bir şəxsiyyət olsaydı, qərbdə yaşayan xalqlarda, başqa millətlərdə olsaydı,
Onlar onu dünyaya tanıtdırardılar. Amma biz hələ özümüz öz şəxsiyyətlərimizi lazımi şəkildə tanımamışıq. Özümüz tanımamışıq deyə tanıtdıra bilməmişik. Biz o körpə uşağa bənzəyirik ki, böyük bir kitabxananın içində onu qoyasan, xəbəri olmaz ki, bu kitabxanada böyük dahi mütəfəkkirlərin kitabları var, ondan heç bir fayda götürə bilməz. Biz də belə bir uşağa bənzəmişik, uzun əsrlər boyu ki, böyük bir sərmayə bizim ixtiyarımızda olub, biz uşaq kimi oynamışıq, əylənmişik, amma o sərmayəni tanıyıb tanıtdıra bilməmişik. Xanım Fatimə Zəhradan 2-3 mətləb bilirik və ancaq əza saxlayanda, roza oxunanda o mətləblər qeyd olunur və biz də ağlayırıq. Amma biz Xanım Zəhranın nümunə kimi tanımamışıq. Həzrəti Zəhra insanlığa nümunədir. Özdə səhv sözdür deyəsən Xanım Fatimə Zəhra qadınlar üçün nümunədir. Qadınlar üçün yox. Xanım Fatimə Zəhra insanlıq nümunəsidir. Fərqi yoxdur, cinsindən asılı olmayaraq hər bir insan üçün Həzrəti Fatimə böyük bir nümunədir. Biz bəzən böyük şəxsiyyətləri tanımaq üçün bizim belə bir üslubumuz var müsəlmanların. Öz şəxsiyyətlərimizi aşağıya gətirib öz səviyyəmizə salırıq ki, onları düz tanıyaq. Yoxsa tanıya bilmirik. Biz elə bilirik ki, Xanım Fatimə Zəhra bir qadındır, onun ərini incidiblər, o da narahat olub, ağlayıb, ərinin qolunu bağlayıblar, evinə hücum eləyiblər. O da bir qadın atifəsi ilə çıxıb, ağlayıb, göz yaşı töküb. Elə bilirik ki, bu sadə bir məişət məsələsi idi. Xanım Zəhra da bir qadın kimi çıxıb o şeylərə sadəcə etiraz eləyib. Amma biz Xanım Fatimə Zəhranın mübarizəsini başa düşməmişik. Xanım Fatimə Zəhra inqilabçı bir şəxsiyyətdir. Xanım Fatimə Zəhra tarixin gedişatını dəyişəcək böyük bir inqilab eləyib. İmamət onun vücudundan dünyaya gəldi. O olmasaydı imamət sütunu sarsılardı. Yəni Xanım Fatimə Zəhra bir mənada Əleyhisselamın da anası sayılır. Necə Peyğəmbər buyururdu, Ummu Əbiha, sən atasının anası deyirdi Xanım Fatimə Zəhraya. Mənası bu idi, yəni mənim dinim sənin vücudundan dünyaya gələcək. Sənin mübarizən olmasa mənim dinim aradan gedər. Yəni İslam yenidən doğulacaq. Sən məni dünyaya gətirəcəksən. Məni deyəndə yəni mənim məktəbim yenidən sənin vücudunda dünyaya gələcək və Xanım Fatimə Zəhranın mübarizəsinə işarə edir bu məsələ. Biz Xanım Fatimə Zəhradan dərs almalıyıq. Dərs almaq üçün də onu tanımalıyıq. Əvvəla onun mənəvi məqamını tanımalıyıq. Xanım Fatimə Zəhranın mənəvi məqamı o dərəcədə böyükdür ki, tarix yazır istisnasız. İstisnasız yəni həmişə. Heç vaxt olmadı ki, başqa cür olsun. Hər zaman istisnasız Xanım Fatimə Zəhra otağa girərdisə, Peyğəmbər ayağa durardı. İstisnasız. Durardı, onu öz yerində otuzdurardı. Və bu, qızına olan məhəbbət kimi dördü. Peyğəmbər Xanım Zəhranın məqamını tanıyırdı. Peyğəmbər ki, ən əzəmətli şəxsiyyətdir, o əzəmətli olan şəxsiyyət Həzrəti Zəhraya təzim eləyirdi. Hər zaman onun qarşısında təzim eləyirdi, onun əlindən öpürdü, üzündən öpürdü və yanında otuzdururdu. Hətta bir çox vaxtda durub yerini ona verirdi Xanım Fatimə Zəhraya. Həzrəti Zəhra gəlin köçən gün, Həzrəti Zəhranın gəlin köçən gün ən qiymətli libasları xanımlar, gəlinlər giyinər bəy evinə, ər evinə gedəndə. Həmin gün Əleyhisselamın evinə daxil olan kimi qapı döyülür və bir fəqir deyir, xanım gəlir, deyir, mənə kömək eləyin. Xanım Fatimə Zəhra gedir, görürlər ki, qaydanda əynində köhnə paltardır, gəlinlik libası əynində yoxdur. Ona verir, deyir ki, üzr istəyirəm, bundan yaxşı bir şeyin, qiymətli bir şeyim yox idi sənə verir. Ən qiymətli malik olduğum dünya malından bu idi, bunu sənə ehsan edirəm. Peyğəmbər gəlir, deyir, qızım, gəlinlik paltarın hanı? Deyir, ata Allah yolunda verdim. Peyğəmbərin gözü yaşarır, deyir, Əbuha fədaha, atan sənə fəda olsun, atası ona qurban olsun. Bu bir nümunədir onun həyatından, deyir, ömrü qısadır. O bir nümunədən onun həyatının, şəxsiyyətinin başqa cəhətlərini də anlaya bilərik, tanıya bilərik.
İmam Həsən əleyhissalam deyir, gecə durdum, gördüm anam ibadət edir. Gecə namazının qunutudur, dua eləyir. Deyir, gördüm bir adlar çəkir, qonşuları dua eləyir, Mədinəliləri dua eləyir. Heç eşitmədiyim adları deyir. Deyir, ilahi filan kəsin filan çətinliyi var, onu həll elə. Bu duaları eləyir. O Mədinəlilər ki, xanım Fatimə Zəhranı tək qoydular, ona kömək eləmədilər, mübarizəsində onu tənha qoydular, ona zülm elədilər. Deyir, gördüm anam onları dua eləyir. Duası qutardı, soruşdum, ana, bəs özümüzü dua eləmədin? Dedi, əvvəl başqaları, sonra evin içi. Gecə namazında ki, bu ənənə var, gecə namazına durub qılırsansa, əli qaldır, başqalarını dua elə bilirsiniz, mənası nədir? Mənası budur ki, Əhl-i Beytin ruhiyyəsi bizdə yaransın. Ən fərdi ibadətimizdə ictimai məsuliyyətimiz olsun. Gecə namazından fərdi ibadət yoxdur. Ən fərdi ibadət gecə ibadətidir. Orada da Allah gəlib deyib ki, başqalarını dua elə. Birdən ibadətə qapılıb cəmiyyətin məsuliyyətini unudarsan, özünə qapılarsan. Odur ki, gecə namazında belə başqalarını dua elə, bil ki, ictimai varlıqsan, insanların məsuliyyətini çiynində daşıyırsan. Hansı əqidədə olan insana bu nümunələri danışasan əgər, heç şübhəsiz ki, təzim eləyər. Xanım Fatimə Zəhra Fədəy bağ uğrunda mübarizəyə qalxanda, hüquq uğrunda mübarizə dərsi verirdi ki, haqq qəsb olunursa, qadın kişi fərqi yoxdur, ona etiraz eləmək lazımdır. Əlinin haqqı qəsb olunanda ilk etiraz səsi xanım Fatimə Zəhradan ucalır. Xanım Fatimə Zəhra ayağa qalxır və böyük bir inqilab eləyir. O inqilab olduqca böyük bir inqilabdır və demək olar ki, Əliyə nicat verir xanım Fatimə Zəhra. Çıxır evdən, gedir məscidə, deyib bir şəkildə gedir ki, bilirsiniz axı, onların evindən məscidə qapı açılırdı. Amma xanım Fatimə Zəhra evdən məscidə daxil olmur. Özü çıxır, küçə ilə gəlir. Küçə ilə gələndə bir neçə qadının əhatəsində gəlirdi. Birincisi çox əzəmətlə gəlirdi. İkincisi də deyirlər xanım Zəhranın Ayşə deyir ki, insanlar içində Peyğəmbərə ən çox bənzəyən Fatimə Zəhra idi. Deyir, onun yerişindən insanların yadına Peyğəmbər düşür. Xanım Zəhra üslubu ilə istəyir Peyğəmbəri yada salsın. Peyğəmbərin ümmətinin yadına salsın ki, Peyğəmbər təzə aradan gedib, dünyadan gedib. Amma siz onun əhl-i beytinə zülm eləmişsiniz. Deyir, xanım Fatimə Zəhra daxil olur məscidə. Bir dənə ah çəkməsi ilə Mədinə məscidində olanlar hamısı ağlamağa başlayır. Həzrəti Zəhra deyir, danışanda orada olanlar deyir, elə bilirdi Peyğəmbər danışır. O qədər danışığı Peyğəmbərin danışığına bənzəyirdi. Necə xanım Zeynəb Küfədə danışanda hamı dedi ki, deyəsən əleyhissalam gəlib, çıxış eləyir Küfədə. Xanım Zəhra da Mədinə məscidində xutbə oxuyanda deyir, belə təəssürat yarandı ki, xanım Peyğəmbər özü qayıdıb və bizi nəsihət edir. Mən o xütbəni demirəm, oxuya bilərsiniz kitablardan. Onu deyə bilərəm ki, xanım Zəhra xütbəsini qutaranda xəlifə deyir ki, kaş qoyun olardım, insan olmazdım. Kaş qoyun olardım. O ifşa eləyir, onun o cinayətlərini açır, ortaya qoyur və xəlifəni bu sözü deməyə məcbur eləyir ki, kaş mən insan olmazdım, kaş qoyun olardım ki, bu dünyaya gəlməzdim, insan kimi gəlməzdim. İnsanların hamısına zülmün kim olduğunu, necə bütün xüsusiyyətlərini açır və açıqlayır. Və Peyğəmbər vaxtında buyurmuşdu ki, Fatimə mənim bədənimin parçasıdır, kim onu incitsə məni incidir. Məni incidən Allahı incidir. Bu Peyğəmbər sözüdür. Allah Fatimənin qəzəbi ilə qəzəblənir, Fatimənin sevinci ilə sevinir. Bu Peyğəmbərin sözüdür. Allah bizi Həzrəti Zəhranın dünyada o tanınmayan qəbrinin, Bəqinin, Mədinənin ziyarətindən, qiyamət günü də şəfaətindən bir nəsib eləməsin inşallah.